Hardaydın Leman? Hava almağa çıxmışdım. Gərək mənə də deyərdin, bir yerdə gedərdik. Bayaq mən də Murada aparmışdım gəzməyə. Sən xəstəxanadan təzə çıxmısan da. Fikirləşdim ki, yorğun olarsan, ona görə demədim. Yaxşı. Gəl düşək, yemək yeyək. Sən ye, mən gedirəm. Hara gedirsən? Evə. Niyə? Nəsə olub? Yox, heç nə olmayıb. Bəs onda niyə gedirsən ki, kimsə xətrinə dəyib? Mən bura sənə görə gəlmişdim. Sən də sağalmısan, ona görə də daha burada qalmağımın mənası yoxdur. Heç olmasa bu gecə qalardın da, sabah gedərdin. Yox, mən ən yaxşısı elə indi gedim. Gedim hazırlaşım. Sən dəqiq yaxşısan, Leman. İnana bilmirəm, məndən gedirsən. Səni saxlamağa qollar çarəsiz. Qorxuram geriyə dönmək istəsən. Qalacaq bir ömür yollar çarəsiz. Gözünü qaçırtmaq istəsən də sən. Baxışlar toqquşur, gözlər çarəsiz. Gözlərin mənimlə danışır ancaq. Ayrıla bilmirəm, sözlər çarəsiz. Solmaz, yemeğini hazırlamışsın. Qəşəng aş dəmləmişəm boranlı. Şor balıqla. Gətirim? Ha? Toğrul hələ gəlməyib. Yox, hələ gəlməyib. Sen yemeği getir. Oldu. Tuğrul bugün şirketten de taleptarisi çıktı. Yani neyse vacip bir işi var. Axır vaxtlar niyə belə evə gec gəlir, bilmirəm. Zəng elə gör oradadır. Telefon yuxarıdadır. Çıxım otağımı yığarım. Hə də Lalə, dedim ki, yaxşıyam. Sən sağalmısan, yaraların da sağalıb. Mənim də burada qalmağım düz çıxmır. Ona görə də gedirəm. Özünə yaxşı bax. Lalə! Lalə! Lalə, nə oldu sənə? Lalə! Lalə, özünə gəl, Lalə! Lalə, mənə bax! Lalə! 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 Bəli Nuray, Toğrul, hardasan? bu gece gelmeyeceğim. Ana gilə də deyərsən. Lalə! Lalə! Lalə, aç gözünü, Lalə! Lalə, mənə bax, Lalə! Bilmirəm, deyəsən Laləyə nəsə olub, gözdə. Nuray! Nuray, gəl! Lalə! Toğrul, mən yığacam Laləyə nəsə olub. Nə oldu? Lalə! Bilmirəm, birdən-birə ürəyə getdi, Lalə! Xala! Xala! Lalə! Lalə, xala! Nə olub? Xala, tez gəl! Lalə! Ürəyə Nə olub getdi, qıza? xala! Nə demişsiniz, nə olub? Heç nə eləməmişəm, Lalə! Mən həkim çağırım. Çağır, çağır. Lalə! Lalə! Lalə, nə olur, özür gəl, Lalə! Lalə! Nə demisən ona? Heç nə deməmişəm! Lalə! 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 Ay, buz kimi dəlləri. Lalə! Lalə! Mənə bax! Mənə bax! Ciğəri yansın o Sadiqin, ciğəri yansın. Allah ona lənət eləsin. Gör qızını əvəziyyətə qoy bir. Az qalır əsəbdən ürəyim partlasın.
Bəsdir də indi yeridir bunun. Lalə, necəsən? Dur. Git bir stəkan su gətir, tez ol. Tez. Lalə, dayan. Dayan. Necəsən? Nə oldu? Həkimlə danışdım, gəlir. Lalə, yaxşısan? Can Əhməd. Aytən, sənə deməmişəm sarımsaq yemə görüşə gələndə. Xoş çıxmış. Əhməd. Xoş çıxmış. Əhməd. Can. Əhməd. Aytən. Ay kişi. Bağışlayın mənim sağ ol. Yuxu gördüm. Sən bu aytəni yaman tez-tez yuxunda görsən ha. Allah axırıncı xeyir eləsin. Bir şey varsa de bile. Yox müəllim, yuxuddan özü ilə qəribə görürəm ki. Allah sarımsaq yeyib görüşə gəlib. Sizə mən bağışlayın. Qapıdakı maşın kimini saxlayıb orada? Lalə xanıma həkim gəlib ondur. Yaxşı. Allah qapıda imkan vermir, normal bir yuxu görəyik. Qurana. Yuxuda da görüşən biləm mən bu qızla. Özdə xeyir ola. Mən hər dəfə yuxuda bu qızla görüşəndə müəllim gəlir, ha? Ay Allah, görəsən bu nəyə işarədir, ha? İraq olsun, yox. Belə şey fikirləşməliyim. Axşamın xeyir. Sağ ol. Ne oldu ki birdən-birə? Allah nə bilim, mən də gəldim, gördüm ki, ürəyə gedib. Necəsən Lalə? Yaxşıyam. Narahat olma. Bağışla ki, boş yerə səni narahat elədim. Əsasında özünü yaxşı hiss edirsən? Narahat olma. Qorxulu heç nə yoxdur, sadəcə təzyiqi düşüb. Bir görüm. Təzyiqi niyə düşdün ki birdən-birə? Belə ağır əməliyyatlardan sonra olur belə hallar. Normal hallardır bunlar. Özünə diqqət eləmədə özünü çox yorur. Hə. Mütləq dincəlməlisiniz. Siz də zəhmət olmasa diqqət edin ki, xanım özünü çox yormasın. Baş üstə. Yaxşı. Eşitdin də Layla? Gözüm üstündədir. Allah köməyiniz olsun, çox sağ olun. Mən gedim. Allah kömək olsun. Dediyim kimi, özünüzü çox yormayın. Allah kömək olsun. Sağ olun. Çox sağ olun. Çox sağ olun. Gecəniz xeyrə qalsın. Sağ olun. Xeyrə qarşı. Çox şükür heç nəyin yoxdur. Lalə, sən bugün neynəmsən ki? Nə iş görmüsən? Mən ona nə qədər dedim ki, bax, əməliyyat keçmişsən. Dincəlməlisən, bir özünə fikir ver. Elə bir sözü daşa divara deyirsən. Götürdüm Muradı da apardı ki, aparım biraz gəzdirim, hava alsın. Gələndən də sonra belə olub. Lalə, bəs sən demədin ki, dincələcəksən? Evdə sıxılırdım da. Həm də ki, Murad hava almalıdı axı. Hava alandan sonra gecələr rahat yatır. Xeyirdir ona. Olmadı ki. Səninlə söz danışdıq axı. Sən mütləq dincəlməlisən Lalə. Bax, bir də özünü yorsan, Aytənə tapşıracam, Murada o baxsın. Yaxşı. Söz verirəm ki, daha özümü yormayacağam. Lalə, bu dəfə ciddiyəm. Bir də belə bir şey eləsən... Layla, mən gedim sənə yemək gətirim.
Neyse olmaz xala. Nasıl olsa xəbər elə. Yaxşı. Allah razı olsun. Mütləq deyərəm. Hələlik. Çox sağ ol. Gecəniz xeyir. Xeyrə qarşı. Xeyir qarşına çıxsın. Ne olub yenə? Neynəmsən? Neyniyəcəm mən? Elə suallar verirsən ki, adama onsuz da keyfim yoxdur. Bəhən görmə qız. Uşağım deyiləm, üstümə qışqırma. İmkan ver, Lalə dincəlsin. Düşürsən qabağıma, mənə hər şeyi danışırsan. Bayaqdan sizə fikir verirəm. Toğrulun da sənin də mısmırığınız yerlə gedir. Düş qabağıma, gəl görüm, nə olub danış mənə. Düş. Ne oldu kız? Təziyə düşmüşdü. Amma şükür indi yaxşıdır. Geri özünü korusun da. O burada ağır əməliyyatdan çıxıb. Biz qorumalıyıq. Bacısı gəlib də qoy baxsın ona. Biz baxısı deyilik ki. Gel otur Toğrul, gel. Yox, gedirəm mən. Hara gedirsən gecə vaxtı? İşim var. Otur. Solmaz yemeği getirsin yemeği. Harc deyiləm, çox sağ ol. Hara tələsirsən sən? Hara gedirsən? Ay xəbər. Uşağın işi var da yəqin. Onu göz gedir, vacib işdir. Get bana, get. Çox sağ ol ata. Gecəniz xeyir. Xeyrə qarşı. Geç gələcəksən. Bilmirəm. Ay kız bir danış da. De görüm ne oldu da? Leman. Toğrulun mısmırığı elə belə yerindən getməz ha. Dilini udmusa, sözü kəlbətinlə çıxartmalıyam səndən. 100% nəsə olub. Sən evdən gedəndə belə deyildin. Toğrul evlənmə təklif elədi. Neynədi? Ne danışırsan? Halal olsun sənə. Yatsam yuxuma da gəlməzdi. Ay Külbaş. Sən indi belə mısmırıqlı durmamalısan. Belə bir çıtlıq çalıb oynamalıyıq. De görüm elçilər nə vaxt gəlir? Hə? Danış da. Allah'ın ekber. Kız elə bir dilini udu be. Ay kız. Ne olub mısmırığın yerindən gedir? Niye danışmırsan? Qəbul eləmədim. Neynədin? Təklifini qəbul eləmədim. Xəbər, sən düzgün eləmirsən. Toğrul böyük oğlandı. Atadı. Bu kadar soru olar onu. Neynim? Anayam da narahat olurum. Her şeyin öz yeri var da. Daha bu kadar da olmaz axı. Siz çox biz başa düşməzsiniz. Siz kişilərə nə var ki? Dünya ölən vecinizə deyil. Özün qərib aparır. Toğrul ağıllı oğlandı. Ne elədiyini çok güzel bilir. Sen boş-boşuna narahat olursan. Mən boş-boşuna narahat olmuram. O uşağın başında nəsə var. Ona nəsə olub. Heç nə elə belə deyil. Özdə üzükdən sonra oldu ya. Eybi yox. Mən öyrənəcəm görüm o üzüyü kim üçün olub. Ged öğren, ged öğren. Öğrenmezsen yüreğin partlayar senin. Ha. Bəli, ürəyim partlayır.
Bu arvatlara dil çattırma olur da. Yəni öyrənmişsiniz də bax. Mənim üçün olmayıb ki. Ləman, səni boğaram, əlimdən alan olmaz. Mən sənin əlinin oyun oyuncağı deyiləm, ha bildin? De görüm nə olub? Ay qız, eşitmirsən məni? Yox idi da başqa çarəm yox idi. Qəbul eləməməkdən başqa çarəm yox idi. Oyun zat bitdi, hər şey bitdi. Hə, sənin başın üçün. Elə sən bitdi dedim, bitdi, hə? Mən o boyda əziyyət çəkmişəm, Uzatma da xala. Mənə deyirsən uzatma? Sənin... Ləman, bax qızım, ikimiz də o boyda əziyyət çəkmişik, dərdən qabıqdan çıxmışıq, iş görmüşük. İndi hər şey düzəlir də, nə olub belə eləyirsən? Ay qız, cavab ver də, səni boğum öldürür. Mən onunla evlənmək istəmirəm. Sadəcə bu qədər. Xahiş edirəm, mənə başqa sual vermə. Az! Mən sənin üçün toğrul deyiləm, ha! Bildin? Mən bitdi deməmiş bitməz. Qudurma. De görüm nə olub. Özün də mənə deməsən, buradan çıxmayacaqsan. Lazım gəlsə, gedirsən toğrulun əl ayağına düşürsən, yalvarırsan, üzr istəyirsən. Eləməyəcəm. Ləman, bu saat sənin saçından tutub sürüyərəm, səni mənim əlimdən alan olmaz. Ay külbaş! İstədiyimiz oldu da, buna görə dərdən qabıqdan çıxmırdıq. İstəmirdik ki, Toğrul sənin əlinə üzük taxsın. Oldu da, indi nə olub? Nə mısmırığın yerinə gedir? Bu saat gedib Toğrulundan danışırsan. Əlinə ayağına düşüb yalvarırsan. Mən imkan vermərəm ki, sənin bu ağılsızlığına görə bizim bu qədər işimiz zibilə dönsün. Sənə nə olub, Nə olub? Nə əl qatmısan özünə? Keçən dəfə mənə demirdin ki, daima heç nəyə qarışmayacağam, hə? Mənim həyatımda özüm bilərəm. Sənin məni məcbur eləməyə ixtiyarın yoxdur. Ay külbaş, heç olmasa niyə bitdiyini de də? Ürəyim partlayır, axı de görüm nə olub? Yoxdur da, səbəbi yoxdur. Bəsdir, sən mənim bütün əsəblərimi korlamısan. Sən qudurmusan mənim üstümə qışqırırsan? Sən bu boyda böyümüsən ki, solmazın üstünə qışqırırsan? Ləman, səni boğub öldürərəm, heç kim səni mənim əlimdən ala bilməz. De görüm nə olub, yoxsa sənin gözlərini çıxaracağım. Nə olub burada? Nə qışqırırsınız burada? Heç nə bir... Səsiniz evdən birdir. Nə dayanmışsan burada sən, hə? Bacın bayaq nə hallardaydı? Get bacının yanına da. Sən niyə gəlmirsən bura? Sən ümumiyyətlə niyə gəlmirsən bura? Get bacının yanına. İndi görüm nə olub? Heç nə Xavər xanım. Lalə məsələsinə görə biraz sözümüz çəp gəldi. Laləyə görə mübahisə eləyirdik. Tək elə olsun. Ayrılık yamandır, dözmək olmur ki. Bu derdi kimlə bölmək olmur ki. Süni gülüşlərdə
gizlensəm belə xoşbəxtəm deməyə dilim varmır ki. Ayrılıq ot kimi düştü canıma. Her şeyin bitti, bir gün olacak. Çaresizlik kucaklayıp geldi yanıma. Xoşbəxtlik kapımı bir yad açacak. Çaresiz kalmışam karanlık içinde. Zamanla geçecek bütün bu keder. Kövrək gözyaşımı gizledim içimde. Koy hiç kim anlamasın ne kadar derin. Başın batmasın sen. Soyğun qabağında niye oturmuşsan az? Hı? Soyuq olacaq, dur keç evə. Dilin udu be. O boyda toğrula yox deyə, sonra gəl soyuğun qabağında otur, toğrulun yolunu gözlə. Çox gözləyəcəksən. Mən heç kimin yolunu gözləmirəm. Hava almaq üçün çıxmışam. Başını düşün. Hava almağa çıxıb. Elə mən də çıxmışam hava almağa. Sən dedin, mən də inandım. Uşaq başı aldadırsan. De görüm nə olub. Ağlın gəldi başıma. Mən heç nə eləməmişəm ki, ağlımda başıma gəlsin. Narahat olma. Fikrimi də dəyişən deyiləm. Ləman, mənim əsəblərimdən oynama. Dünəndən eyni söz deyirsən. De görüm nə olub. Heç nə olmayıb. Səbəbi zadı da yoxdur. İstəmirəm də istəmirəm. Məcburdur, istəmirəm. Bəsdir də bezdirmə də məni. Oo. Küs sənin olmayan başına. Başını bir güllə səs getdi. Sonra da məni tutub basallar içəri. Sağ olun. Sabah xeyir. Siz nə əcəb bu saatda oyaqsınız? Nə bilim, elə-belə də durmuşuq. Laləyə nəsə olub? Yox, yox. Allaha şükür, Lalə yaxşıdır. Ləman biraz özün pis hiss eləyirdi. Hə, çıxdı ki, hava alsın. Mən də elində oyanmışam. Belə düşərsən, dalınca. Tülkü kimi. Git. Nədir? Ağzın isti yerdədir ha. Toğrul əlindən çıxır. Başın batmasın sən. Məsələ çox deyirəm, az eşidirsən. Nə istəyir eləsin, özü bilər. Heç vecimə də deyil.
Toğrul bir iki dəfə dalınca düşdü, qudurdun, hə? Biraz qazından al, düş aşağı. Onun üçün qız qəhət deyil. Başın batsın sən. İndi nə qələtlər elədiyini öyrənəcəm, ondan sonra özündən küs. Ged öyrən. Yaxşı, öyrənəcəm. Yavaş yavaş sevdim seni. Her gün biraz da sevdim. En çok bu kış sevdim seni. Karda yazda sevdim. Gör bir ne tez isiniştik. Havalar soyuyanda adamlar kalın giyinip ağaçlar soyunanda kar altından baş kaldıran çiçekte sevdim seni. İstisine kızındım. Ocakta sevdim seni. Hele bucu sevmemiştim. Ömrüm boyu hiç kimi. Seni sevdim kar üstünde. Yem aktaran kuş gibi. Sabahın xeyir. Sabahın xeyir. Necəsən? Necə hiss edirsən özünü? Belə də, yaxşıyam. Sən haradaydın ki səhərdən? Yuxum qaçmışdı, yata bilmədim. Çıxdım biraz hava almağa. Neysə. Mən gedim Aytənə deyim, sənə yemək hazırlasın, gətirim, otur burada ye. Yo, lazım deyil. Mən də səndən düşərəm aşağı. Orada yeyərəm. Elə şey olar. Həkim dedi axı dincəlməlisən. Yaxşı, mən Aytənə deyərəm, ikimiz üçün də hazırlayar. Gətirərəm bura bir yerdə yeyərəm. Yaxşı. Sağ ol. Nuş olsun. Al, şokoladla iç. Çox sağ ol. Özünə də süzgət sən də iç. Yox, ürəyim istəmir hələ. Olmaz xala. Bəli. Mən bir neçə gün bağ evində qalacağam. Əşyalarımı hazırlayıb göndərərsən də ora. Buyur. Xeyirdirmi? Bu hava üçün bağ evi soyuq olar, bala? Olmaz xala, dediyimi elə. Baş üstə. Söz də deyən kimi tapança kimi atılır. Mənlə sən olmaz xala. Hə, sənnənəm. Deyirəm o popkornu qoy üstünə tapança kimi atılsın, gedək oturaq kinoya baxaq, popkornu yeyək. Yaxşı, bu dəqiqə hazırlayım. Ay, elə bir ağacda yatıb hazır deyir. Elə xavər də onu deyir. Olmaz xala, sənə neçə dəfə demişəm ki, yemək üstündə məndən zarafat eləmə. Aytən, sən adını dəyişib Naz qoyacağıq. Naz eləmə.
İnana bilmirəm məndən gedirsən. Səni saxlamağa qollar çarəsiz. Qorxuram geriyə dönmək istəsən. Qalacaq bir ömür yollar çarəsiz. Solmaz xala, bax. Boş bişirmə. Xavər xanım boş bişən yumurtanı yemiş. Qoy biraz bişsin. Sən də neynirəm bəyənmirsən, Solmaz xala? Gül kimi bişirmişəm də. Elə ki bəyənək də. Aytən, Lalə ilə mənə səhər yeməyi hazırla da yuxarı aparacam. Görmürsən onun əlin işi var? Niyə özünü hazırlamışsan ki? Əlinə yapışacaq? Özüm hazırlayaram. Hazırlamalısan. Toğrul getdi bağa. Bir neçə gün orada qalacaq. Gedir getsin də neyiniyim. Aytən, mənə meyvə şirəsini ver də zəhmət olmasa. Buyur. Sağ ol. Əvvəllər hər səhər nəğmələrimlə könülləri sevindirər, sıldırım qayalar üzərindən uçar, Şuşanın gözəl təbiətini seyr eləyərdim. O zamanlar isə bulağından su içər, Xarıgülə sirdaş olardım. İndi Şuşadan həmişəlik uzaq düşsəm, bunların hamısını itirər Xarıgülümə, öz elimə həsrət qalaram. Kitabı qoy qırağa yeməyini ye. Ver mənə. Çox sağ ol. Bugün gedəcəksən? Hə. Sən yeməyini hazırlaşacağam. Niyə gedirsən? Sənə axşam da dedim ki, getmə. Əgər kimsə xətrinə dəyibsə, Toğrulla danışım. Bilirsən də, Toğrul mənim bir dediyimi iki eləmir. Nə desəm o saat həll eləyir. Lazım deyil. Toğrul müəlliminə heç nə demə. Heç kim də xətrimə dəyməyib. Özdə onlar kimdir ki, mənim xətrimə dəysin? Ayça, niyə əsəbləşirsən ki? Necə istəyirsən, elə də olsun. Nuş olsun. Sağ ol. Aytən, zəhmət olmasa mənə də bir çay gəlir. Baş üstə. Səhər yeməyi yeməyəcəksiniz? Yox, istəmirəm. Sən dünən də yemək yemədin, hə? Bəlkə bir tikə yeyəsən? İstəmirəm də ana, çayım içim çıxıram. Bəs atanı gözləməyəcəksən? Yox, vacib işim var. Verim. Çox sağ Nuş ol. olsun. Axır vaxtlar vacib işlərin çoxalıb ha. Xeyr ola.
Ana dedim axı işim var. Oğlum sən bizdən nəsə gizlədirsən? Ana nə gizlədirəm ki? Mən uşaq deyiləm. Hər şeyi çox yaxşı başa düşürəm. De. Lailə, mən gedirəm yavaş-yavaş. Mən də gözlə yaxşı. Muradı yatızdırım düşürəm. Yaxşı. Vay sen o zamana çoranı ver. Tova. Sən də ki, lap qoca kişilər kimi, nə olub? Ay nətər olur? Bizim vaxtımızda belə deyildi ya qaqa. O Taftıq yoxdur, Vram Xalının oğlu. Keçən dəfə bizim qapının ağzında söhbət etdik. Siqaret çəkir. Bu vaxt dədəsi Vram Xalı kişi gəldi. Ay, dədəsi gəlib bizim yanımıza, siqaret əlində. Elə bu paravoz deyə püf və püf. Dədəsinin gözünün baxa-baxa siqaret çəkir. Ay, Arif böyümə. Gedəndən sonra deyirəm, ay, utanmısan, dədəmin yanında sən siqaret çəkirsən. Mənə ne desə yaxşı da. Deyir, nə var bu siqaret dana? Bizim vaxtımızda belə şey var idi. Günah onun atasındadır. Vaxtında tədbirini görsəydi, indi uşağı siqaret çəkməzdi. Demək, 20 yaşım olanda siqaret çəkməyə təzə başlamışdım. Bax! Təzə bıq çıxardan vaxtlarıq. Hə. Bir gün gəldim evə, atam çəkdiyimi hiss elədi. Üstümdən gəlirdi də, iyi. İti verib səndən, mən də o vaxt eləydim, məndə də olub, hə. Sonra bir həftədə inanırsan, mən evə buraxmadı. Ondan sonra başa düşdüm ki, siqaret çəkmək lazım deyilmiş. Halaldır sən ol. Əsas orada başa düşmüsən ki, siqaret çəkmək olmaz. Mən çəkmirəm, ölürəm. Bizdə rəhmətli atam bizə əl qaldırmazdı. Elə söz deyərdi, biz onun sözündən başa düşərdik. Allah rəhmət eləsin. Mənə bax, sən get benzin vur, bir də maşın lazım olur. Hə, mən gedim benzin Hə, vuram. get. Anam gilə salam deyərsən. Özün də tez-tez gəl, yaxşı? Yoxsa darıxacam. Özündən müğayət ol. Yaxşı. Gəl ailə mən, gəl. Səni özüm aparacam. Sağ ol, özüm gedərəm. Yox, doğru mənim bilsəm, mənə acıqlanacaqdır, ha? Ona görə mən səni aparım. Acıqlanmaz, narahat olma. Özüm gedərəm. Nətər məsləhətdir. Bana bax, hə? Mənə sifət edir. Onsa biləm sən mənə niyə sifət edirsən. Ölürsə ki, mənim dərdim öntəri. Mən sana yaxınlıq vermirəm, ona görə partlayırsan. Ona görə mənə sifət edirsən. Sən neyirəm, gül kimi aytan var. Görəm aytan görüb eləmə də. Toğrul, cavab ver mənə. Nə olub sənə? De görüm. Ana dedim ki, heç nə olmayıb. Xahiş edirəm, çox sual verin. Xahiş da dilimi məndən. Anayam narahat oluram. Haqqım var. Gecələr evə gəlmirsən, gündüzlər bax belə dilxor gəzirsən. Nə olub? Ana danışmaq istəmirəm, məcbur eləmə. Bax sonra söz deyirəm, məndən inciyirsən. Yaxşı. Buna görə əsəbsən?